O çətin bir durumda, o ağır bir dönemdə, dünya zəhli cəhalətdə, pislikdə qərq olduğu bir dövrdə Allahın Rəsuluna iman gətirənlərin içindəki əvvəli 5, 6, 7 nəfərin içində bir nəfərdə qul var idi. Həbəşistandan, indiki Efiopiyadan Məkkə Mədinəyə bir nəfər qul ünvanında gələn qara dərili bir Bilal adlı insan qul olduğu halda Peyğəmbərə iman gətirdi və Peyğəmbərə iman gətirdiyinə görə özünün sahibi, özünün ağası tərəfindən olmayan zülümlərə məruz qaldı və elə işgəncələrə məruz qaldı Bilal, digər 6-7 nəfəri ki, müşriklər tərəfindən cəzaya məhkum olurdular, işgəncələrə məruz qalırdılar. Ərəbin qəbiləsində bu mənim tayfabazlığım məsələləri ki var idi, bu günləri də cəmiyyətlər qərq olublar, tayfabazlıqda çıxa bilmirlər, haqqı batilə qurban verirlər, batili haqqın üzərində hakim qərar verirlər. Eyni dəqiqən bu hökm Peyğəmbərin zamanında da, cahiliyyət dövründə də var idi. Bu 5-6 nəfər təzə müsəlman olmuş, Peyğəmbərə iman gətirmiş gənclərin içində onların qəbilələrindən sahibləri vardı. Gəlirdilər bir-bir deyirdi ki, o işgəncə verən Əbu Süfyanlara, Muğeyrələrə, Əbu Ləhəblərə, Əbu Cəhillərə deyirdi ki, bu mənim qohumumdur, bunu əziyyət eləmə. Hamını bir-bir qurtarırdılar. Amma Bilalın bir qohumu yox idi. Çünki Bilal özü ora, qul dərili ora bir dənə bir bazardan gəlib çıxmışdı, Həbəşistandan. Amma onun bir kəsi də yox idi ki, onu nicat versin. Amma bunun bir dənə kəmalı var idi, kamilliyində, bunun ürəyində olan həqiqi Allah mərifəti, Peyğəmbərə iman var idi ki, o onu qurtardı. Amma zahirdə bir nəfər tapılmadı ki, Həzrəti Bilal rəhmətullah aleyhissalam, ruhu şad olsun, gəlib onu qutarsın. O buraların hamısını qutarırdılar. Əmsi gəlirdi, dayısı gəlirdi, bibisi gəlirdi, xalası gəlirdi. Axır bir vasitələrlə qutardı. Amma Bilalı qutaran yox idi. Günlərin bir gündə İslam ki, artıq Məkkə şəhərində başlamışdı işıqlanmağa, zahir olmağa, Peyğəmbərin göstərişinə əsasən o bir nəfər Bilalı da gəldi, qul olmaqdan azad elədi. Mən bunu bir dəfə demişəm, fikir edirəm burada. Bilalı qurtaran insan bir günləri gəldi Bilalla hesab kitab çəkməyə. Hansı bir zamanda, hansı bir dönəmdə. Elə bir dönəmdə ki, Allah Rəsulü gözünü bu dünyaya yumdu. Peyğəmbər gözünü bu dünyaya yumanda bilirik ki, İslamın o məqtə, o mərhələlərində nələr baş verdi. Bir tərəfdə Əmir-ül-Müminin aleyhisselamın qucağında Peyğəmbərin mübarək cəsədi ki, Həzrət Peyğəmbərə qüsul verilir. Əmir-ül-Müminin ağa bir səlavat hədiyyə eləyək. Əmir-ül-Müminin ağa Peyğəmbərin cəsədinə qüsul verə-verə, Peyğəmbərin meyit qüsulunu verəndən sonra gözlərində qalan çuxurları sovurub, dedi, bi əbi əntə və ummi ya Rasulallah, atam anam sənə fəda olsun, ey Allahın Rəsulü, sağlığında necə pak idinsə, dünyanı dəyişəndə də o cür pak idin. Əmir-ül-Müminin ağa nə fikirdə, nə halda, nə ayaqda, ümmət nə halda, nə ayaqda. Amandır, dünya əldən gedər, tez yığışaq. Nə qədər ki, Peyğəmbərin cəsədi ilə elə məşğuldular, biz İslamın müqəddəratını həll eləyək ki, amandır, biz olmasaq İslam aradan gedər. Demədilər, Əli olmasa İslam aradan gedər. Dedilər, biz olmasaq İslam aradan gedər.
və bizim gördüyümüz iş də düz işdir. Və bu nəticə etibarı ilə gəldi növbət tez. Hökm sadir olandan sonra, qərar veriləndən sonra çatdırdılar özlərini Bilala. Dedilər, Bilal, tez çıx bir dənə azan verginən. Bilal dedi, mən Peyğəmbərdən sonra da azan verməyəcəm, azan oxumayacam. Bilal, dur azan verginən. Dedi, mənim sözüm birdir, ikinci sözüm yoxdur. Mən qutardım azan verməklə. Dəlili də budur. Tez o bir nəfər durdu, gəldi. Dedi, bizim dildə desən, bura bax. Bu adamdır ki, səni qul bazarından azad elədi. Bu adam ki, səni qul olmaqdan qurtardı. Yəni, bizim dildə deyərlər, o minnət qoymaqda sənə adam eləmişəm. Özü adam olub, qalıb məni adam eləmək. Bəziləri bir iş görəndə, bir adama yaxşılıq eləyəndə, özlərini o məqamda görüblər və görürlər, indi də var da elə bilirlər ki, bir insanın əlindən tutub onu ayağa qaldırmaq o dəlildir ki, səni adam eləmişəm. Bəzi yerlərdə ki, din çərçivəsində, haqq mövzusunda bu möminlərdən gedir bu söhbət. Bəli, gərək kömək eləyənə təqdiri təşəkkür ola. Amma bu dəlil deyil ki, haqqın qabağında səni dura deyə, haqqın qabağında dayan və haqqın qabağında deyən batil haqqıdır. Yox, bu şəraitdə belə bizim müamiləmiz yoxdur, dində ticarət yoxdur. Bilal rəhmətullah əleyhi təhdid elədilər. Bilal dedi ki, nə istəyirsiniz məndən? Dedi, biz səni filan kəs azad eləyib, pulunu, xərcini verib. Dedi, mənə görə verib, ya Allaha görə. Əgər Allaha görə veribsə, məndən nə istəyir? Allahla müamilə verilər. Yox, mənə görə vermisənsə, deginən mən neynəməliyəm, məni bıraq öz halıma. Bu günləri, ay müsəlmanlar, əgər bir ehsan eləyiriksə, gənə təkrar eləyirəm. Əvvəl baxaq görək, burada ilahi düşüncə var, ilahi rəng var, Allah niyyəti var. Varsa, ehsanı eləmisən, Allah qəbul eləsin. Əgərləri yox, burada ilahi düşüncə, ilahi rəng yoxdursa, bax ginən, gör ginən, Bilalı qurtaran kimi, o qul bazarından azad eləyən kimi düşünürsənsə, Allah eləməsin qiyamətin günündə sən də gəlib onlarla yanasan bir yerdə. Dedik axı, həyatın yaradılmasından məqsəd nədir? Şükrün zahir olması. Sən bugün bir xeyr iş görmüsən, düş səcdiyə şükr elə, dinən Allah artır ginən. Hələ qoyma ginən buna mən qane olum, bundan yaxşısını mənə ver. Demir çoxuna yaxşısını, az elə, yaxşı elə. O az eləyib yaxşı eləmsən, ondan da yaxşısını elə. Bax, məsələ buradadır. Odur ki, biz bu günləri, əgərləri istəyiriksə, gördüyümüz işlərin rəngini bilək və gördüyümüz işlərin nəticəsini bilək, baxaq görək ki, biz bu işi gördükdən sonra qoyduq hər şeyi qırağa, hər şeyi yaddan çıxartdıq, yoxsa yox. Onun dalıcan peşindən düşmüşük, nəsə orada arı yuvasına çöp soxmağa hazırlaşırıq. Bu bizim bədbəxtçiliyimizdir. Əvvəla nemətlər Allahdandır və neməti yerinə yetirdin, gərək bunu neynəyəsən? Düzgün şükrün edəyəsən. Bilal Peyğəmbərin vəfatına çox narahat oldu. Qəmləndi və ömründə də əzan demədi. Yalnız bir dəfə əzan dedi. Dedilər ki, Bilal, Peyğəmbər qızının ürəyi darıxdı. Cəmi Peyğəmbər vəfatından sonra Bilal bir dəfə əzan verir. Və bütün əhl-i sünnət, əhl-i şiyyə mənbələrində müştərək mövzudur ki, Bilal Peyğəmbərdən sonra əzan verməyib. Amma indi səbəblərindən işim yoxdur mənim. Ki, dəlillər də ilə maşallahdır. Orada Bilal yalnız bir Zəhra xatirinə bir dəfə əzan verdi Mədinədə. O halda da Həzrət Zəhra salamün aleyhanın tamamı atasının əşhədü ənə Muhammədən Rasulullah sallallahu aleyhi və səlləm o azandakı atasının adını, səsini eşidəndə, duyanda Həzrət Zəhra özündən getdi, pis təsir oldu. Dedilər, Bilal dayan. Zəhra tab eləmədi, davam gətirmədi buna. Görünən, Bilal Peyğəmbərin dünyadan getməsinə bu qədər kədərləndisə, bu qədər qəmləndisə və Əmir-ül-Müminin əleyhissalam neynəməliydi? Əmir-ül-Müminin əleyhissalam nə halda olmalıydı? Əli mərifəti hara? Bilal mərifəti hara? Peyğəmbərin dünyadan getməyi Əmir-ül-Müminin ağanın həyatında ən böyük müsibət idi. Ta hara qədər?
Ta Fatimə Zəhra selamun aleyhanın şəhadətinə, o son nəfəsi ki, xanım gözün yumdu və bu dünyadan tam köçdü. O halda Peyğəmbərdən sonra Əmir-ül-Möminin ağanın həyatında ən böyük demək müsibət baş verdi ki, Əmir-ül-Möminin ağa dedi, ya Zəhra, sənin bu ayrılığından sonra mənim taqətim yoxdur, bitab oldum, taqətim yoxdur dözəm, amma çarəsizəm, çarəm yoxdur. Bir tərəfdə mühacir, ənsar, bir tərəfdə Əmir-ül-Möminin ağa və bir tərəfdən Peyğəmbərin vəfatı və qısa bir zamanda Həzrət Zəhranın şəhadəti Əmir-ül-Möminin ağanın taqətini qırdı. Düzdür, Əmir-ül-Möminin ağa səbr elədi. Niyə səbr elədi? İslamın ayaqda qalmağı üçün. İslam sanki körpə uşaq mislində idi, iməkləyirdi. Əmir-Möminin ağanın bəzi işlərdə görürsən, bəzi təriqətlər şübhə yaradırlar. Bəs bu necə kişi idi, necə hara baxırdı? Əmir-Möminin ağa elə bir kişi idi ki, onun baxışın əvvəldən axıra ilahi olduğu üçün və Əmir-Möminin ağa bugünkü zuhuru yaşayan dövrlər üçün və zuhurun baş verib dünyanın, insaniyyətin, balası Məhdinin əli ilə qurtuluşu üçün Əmir-Möminin ağa dayandı. Dedi, səbr edəcəm. Gözümə tikan bata-bata mən səbr edəcəm. Və Əmir-Möminin ağa bu hallarda çox bir ağrı və acı yaşadı. Hər cəhətdən əlinin məzlumiyyəti yerə göyə sığmır. İmam-ı Cavad aleyhisselam, xanım Fatimə Zəhra selamun aleyhanın haqqında bir ziyarətnamə nəql edir. İmam Cavad aleyhisselam 12 imamın sırasında ən gənc şəhid olan imamdır, 25 yaşında. Təqribən o yaş Mədinədə qısa bir müddətdə ki, İmam Cavad aleyhisselam ömür sürüb, İmam Cavadın gördüyü işlərdən Mədinə şəhərində biri də bu idi ki, gələrdi xanım Zəhra selamun aleyhanın ki, o yanıq qapı olan ev var ha. Gələrdi o evi ziyarət eləyərdi və cəmaatı da o evə ziyarətə çağırardı. Və deyərdi ki, xanım Zəhradan itaət eləyin. Və özü də xanım Zəhra selamun aleyhanın əvəzindən məsum imam həcc ziyarətinə gedib Allahın beytini xanımın anasının əvəzindən neyniyərdi? Təvaf eləyərdi. Burada təkcə analıq bəhsi getmir. Bunun cavabını İmam Həsən Əskəri aleyhisselam verir. Buyurur ki, Nəhnu hüccəcullah ələ xalqih və ummuna Fatimə hüccətuna və hüccətullahi əleyna. Əgər biz əhl-i beyt, imamlar Allahın yaradışlarının üzərində biz nəyik? Höccətlərik. Anamız Fatimə isə bizim üzərimizdə höccətdir. Fatimə Zəhra selamun aleyhanın bu demək iki dənə baxışı İmam Cavad aleyhisselamın, demək İmam Həsən Əskəri aleyhisselamın da sözün bir milyanın olsa görərik ki, burada nədir? Bu günləri həftənin hər bazar günü Əmir-ül-Möminin ağa və xanım Fatimə Zəhra selamun aleyhanın yad olunan günüdür. Ki, ziyarətnaməsində oxuyuruq xanım Fatimə Zəhra selamun aleyhanın ki, Əssəlamu aleyki ya mumtəhənə imtəhənəkilləzi xalaqəki qablə ən yəxluqəki və kunti liməmtəhənəki bihi sabirəh və nəhnu ləki əvliyəu musaddiqun və likulli ma ətə bihi əbuki sallallahu aleyhi və alihi və səlləm və ətə bihi vəsihu aleyhisselam musallimun və nəhnu nəsəlükə Allahümmə izə künnə musaddiqinə ləhum ən tulhiqənə bitəsdiqinə biddərəcətil aliyə linubəşşirə ənfusənə bi ənə qad təhurnə bi vilayətihim aleyhimisselam. Xanım Fatimə Zəhra selamun aleyha burada bir insan iradət ərz edəndə bir özünün xanıma məhəbbətin, etiqadını, xanımın vilayətinə, imanını istəyir, izhar eləyə. Deyir, salam olsun sənə, ey o xanımi ki, imtihan olundu. Və deyir ki, səni imtihan eləyən kəs o kəsdir ki, səni yaratmamışdan öncə imtihan edibdir. Və səni bu imtihanların içində sabirə, səbr edən tapıbdır. Ey möminlər, çətinliklərdə mütləq səbirli olaq. Quran deyir, təvasab bis sabr. Bir-birimizi səbrə dəvət edək. Bir-birimizi səbirsizlikdən qopardaq. Ki, necə Həzrət Zəhranın ziyarətnaməsində oxuyuruq. Və nəhnu ləki əvliya musaddiqun. Ya Fatimə-tü Zəhra, biz sənin dostlarınıq və təsdiq edənlərik.
hər şeyi ki, sənin atan və onun vəsisi, yəni Peyğəmbər və Əli əleyhissalam gətiriblər. Biz musallimuna təslim olmuşuq ona. Bir yerdə təsdiq etmişik, bir yerdə təslim oluruq. Və nəhnu, burada dua eləyir bu ziyarətnamədə və nəhnu nəsəlükə Allahümmə, ey Allah biz səndən istəyirik. Çünki biz onlar üçün, onların təsdiqini edənlərik, onların məqamını ən tulhiqənə bi təsdiqinə. Bizi birləşdirginə, bizi qoşginə, qovuşturginə, bizim o təsdiqimizə görə, təsdiqimizin xatirinə nəyə? Bir dərəcətil aliyə, o ali dərəcələrə bizləri qovuşdur günən ki, nəhayətdə nədir? Linubəşşirə ənfusəhum, biz özümüzə göz aydınlığı verək, özümüzə bəşarət verək, nəfsimizə, niyə? Bi-ənna, ona görə ki, onların vilayəti ilə biz təmizləndik, onların vilayəti ilə biz pak olduq, onların vilayəti olmasa biz pak ola bilmərik. Sallallahu aleyki ya Fatimə-tü